Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər ithamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var. Ölkədə çevriliş etmək cəhdi ifşa olunandan sonra həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ilə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təksib olunmaz faktlar var. Abbas Abbasov 2013-cü ildə hazırlanan ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının əsas fiqurlarından olub. O hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən 2006-cı ildən sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların koordinatoru icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabr tarixində Abbas Abbasovun rəhbərliyi ilə Rusiya-Azərbaycan Təşkilatları İttifaqının yaradılması bu prosesin start nöqtəsi oldu. Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin Azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış Azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya-Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ relsinin çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya-Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbərliyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi. Planının Azərbaycan daxilindəki hissəsini isə Rusiya-Azərbaycan Təşkilatları İttifaqının yaradılmasından 8 ay sonra 2013-cü ilin 28 mayında Abbas Abbasovun və Ramiz Mehdiyevin xeyir duası və dəstəyi ilə elan edilən Milli Şura üzərinə götürmüşdü. Azərbaycana qarşı planın Rusiyanın layihəsi olduğunu gizlətmək üçün müxtəlif formalardan istifadə olunması da diqqət çəkirdi. Misal üçün, Milli Şuranın məhz 28 may tarixində elan edilməsi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandırması, həmçinin Abbas Abbasovun Azərbaycanın qanuni hakimiyyətinə qarşı çıxışlarında biz bütün insanların azad olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik kimi sözləri həm planın arxasında Rusiyanın dayandığını gizlətmək, həm də ictimai rəyi manipulyasiya etmək məqsəd daşıyırdı. Planın Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edən Ramiz Mehdiyev isə özünü gizlədir, arxa fonda müxalifəti təlimatlandırırdı. 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələrinin Azərbaycana qarşı təzyiqləri Moskvanın ölkəmizdə hakimiyyəti dəyişmək planı haqda məlumatları gündəmə gətirdi. Hadisələr də bu yöndə inkişaf edirdi. Proseslərdən aydın olur ki, layihənin həyata keçirilməsində əsas fiqurlar Abbas Abbasov, Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və onların yaxın ətrafı olub. Abbas Abbasov, Milyarderlər İttifaqının yaradılması, Azərbaycan diasporu və tanınmış Azərbaycanlıların Kremlin çətiri altına toplanmasını, Ramiz Mehdiyev planın Azərbaycanda həyata keçirilməsini, Əli Kərimli, Cəmil Həsənli və ətrafında olanlar isə müxalifəti Milli Şura adı altında toplayaraq planın icraçısı təmin etməli idi. Prosesdə Abbas Abbasov və ətrafı, həmçinin Milli Şura açıq, Ramiz Mehdiyev isə gizli fəaliyyət göstərirdi. Mehdiyevin gizli fəaliyyəti çevriliş planına dövlət daxilindən dəstəyi təmin etmək məqsədindən qaynaqlandığı da görünür. Prosesdə yer alan fiqurlardan biri də Rüstəm İbrahimbəyov idi. Onun plana cəlb edilməsi həm Rusiya elitasının dəstəyini əldə etmək, həm də Azərbaycan ictimai rəyində Milli Şuranın ümumiyyətlə hakimiyyət dəyişikliyi planının müsbət imicinin yaradılmasını hesablanmışdı. Hərçənd Milli Şuranın qurucusu kimi Rüstəm İbrahimbəyovun adı çəkilsə də, arxasındakı əsas adam məhz Abbas Abbasov olub. Abbasov həmin vaxt Azərbaycan hakimiyyətinə qarşı açıq çağırışlar da edirdi. O açıqlamalarının birində Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı niyyətini açıq şəkildə dilə gətirib. Başqa bir açıqlamasında biz güclüyük, bizə qarşı duranlar gedəcək, inanın mənə.
Onlar gedəcək, onlar olmayacaq deyərək Bakıya təhdidlər yağdırırdı. Bütün görüşlərində isə Rusiyanın adından danışır, müxtəlif vədlər verir, Moskvanın Azərbaycanda hakimiyyəti dəyişəcəyini iddia edirdi. Təbii ki, onun Azərbaycana qarşı təhdidləri əslində Rusiyanın maraqlı dairələrinin dedikləri idi. Abbasov sadəcə maşa idi. Onun bu prosesdə maşa olmasının səbəblərindən biri də Rusiyanın biznes sektoru ilə yanaşı ictimai-siyasi həyatında mövqe əldə etməklə imkanlarını daha da gücləndirmək və genişləndirmək idi. Yəni Abbas Abbasov çörəyini yediyi vətəni Azərbaycanı biznes və siyasi maraqlarına satan xəyanətkardan başqa heç kim değildi. 2013-cü ildə artıq Azərbaycana qarşı xain plan hazır idi. Rusiyada Milyarderlər İttifaqı formalaşmış, Azərbaycanda Milli Şura yaradılmış və Rüstəm İbrahimbəyovu vahid namizəd kimi seçmişdi. Əli Kərimli, Cəmil Həsənli və ətrafının icra etdiyi çevriliş planında Milli Şuranın maliyyəsini də Milyarderlər İttifaqı təmin edirdi. Məlumatlara görə Abbas Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi planını həyata keçirmək üçün Milli Şuraya 20 milyon dollar vəd edib və bunun bir qismini ona göndərib də. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imza toplama kampaniyasına və digər məsələlərə sərf olunan pulların Moskvadan, birbaşa Abbas Abbasovdan gəldiyi haqda da kifayət qədər məlumat vardı. Pul bölgüsündə Milli Şurada düşən dava diqqəti bu fakta xüsusilə yönəltdi. Seçki ərəfəsində Cəmil Həsənliyə imza toplamaq üçün ayrılan 500 min dolların Müsavat və AXCP tərəfindən mənimsənildiyinə dair məlumatlar yayılmışdı. Abbas Abbasovun Azərbaycandakı fəaliyyətini digər kanallar vasitəsilə gücləndirdiyi də deyilir. Məlumatlara görə Abbasov yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Müsavat Partiyasının Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb. Milli Şuranın Rusiyanın maraqlı dairələrinin layihəsi olduğunu təsdiq edən çoxsaylı faktlar mövcuddur. Bu faktlardan biri kimi Qərb ölkələrinin yaxud təşkilatlarının onu dəstəkləməməsi idi. Halbuki 2013-cü ilə qədər müxalifətə dəstək verilirdi. Milli Şurada Müsavat Partiyası tərəfindən təklif olunan Avrointeqrasiya layihəsi ətrafında yaranan mübahisə, həmçinin Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra AXCP sədri Əli Kərimlinin heç kimə bel bağlamamaq və müxalifətin öz qüvvəsi ilə məqsədinə nail olmaq hayqırtısı da Rusiya amilindən qaynaqlanırdı. Bəlli idi ki, Azərbaycanda çevriliş etmək istəyən Rusiyanın maraqlı dairələri Milli Şuranın Avrointeqrasiya xəttini qəbul etmirdi. Seçkidən öncə müxalifətlə görüşən Avropa İttifaqı ölkələrinin səfirləri də Milli Şuranın Rusiyanın layihəsi olduğuna görə Qərbdən heç bir dəstəyin verilməyəcəyini çatdırmışdılar. 2014-cü ildə Türkiyə Milli İstihbarat Təşkilatının Milyarderlər İttifaqı və Nurçularla bağlı Azərbaycana təqdim etdiyi məxfi məlumatlar da Milli Şuranın Rusiya bağlantılarını ifşa edir. Bu barədə həmin dövrdə mediada məlumatlar getmişdi. Təqdim edilən dossiyelər Milli İstihbarat Təşkilatının illər ərzində topladığı audio, video, foto və operativ məlumatlardan ibarət olub. Dossiyelərdə Rusiyada yaradılan Milyarderlər İttifaqının 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyi planları bu məqsədlə Azərbaycan müxalifəti ilə birgə fəaliyyətinə dair məlumatlar öz əksini tapıb. İttifaq üzvlərinin Türkiyədə, xüsusən Milyarderlər İttifaqının üzvləri olan Telman İsmailova məxsus Mardan Palace otelində keçirdikləri gizli görüşlər izlənilib. Dossiyada ən çox adı çəkilən şəxslərdən biri Abbas Abbasovdur. Abbas Abbasovun Türkiyəyə müntəzəm səfərləri, siyasi və biznes dairələri ilə təmaslarının səs yazısının da təqdim olunan informasiyalar arasında olduğu deyilir. Həmin dövrdə mediada Abbas Abbasovun İstanbulda Çırağan Sarayı restoranında gizli görüşlər keçirdiyi haqda məlumatlar yayılmışdı. Məlumata görə görüşdə Cəmil Həsənli də iştirak edib. Görüşün isti və qeyri-rəsmi şəraitdə keçdiyi, Cəmil Həsənlinin restorandan Abbasovların avtomobili ilə ayrıldığı iddia edilirdi. Həmçinin Abbas Abbasovun Cəmil Həsənliyə stavka etdiyi və onun siyasi rolunun müəyyənləşməsində maraqlı olduğu bildirilirdi. Abbas Abbasov həmin vaxt artıq Əli Kərimli və Cəmil Həsənli ilə işləyirdi. Çünki Rüstəm İbrahimbəyovun vahid namizədliyi onun ikili vətəndaşlığına görə baş tutmamışdı. Yerinə Cəmil Həsənli vahid namizəd oldu. Cəmil Həsənlinin vahid namizəd olması təlimatının məhz Ramiz Mehdiyev tərəfindən verildiyi deyilir. Məlumatlara görə Mehdiyev Rusiyanın siyasi elitasına yaxın olan Rüstəm İbrahimbəyovun namizəd olmasını istəməyib.
Bunun qarşısını almaq üçün onun ikili vətəndaş olması faktının ortaya çıxmasını təşkil edib və yerinə özünə bağlı olan Cəmil Həsənlini keçirib. Abbas Abbasovun birbaşa Əli Kərimli və Cəmil Həsənli ilə işləməsi də bundan qaynaqlanırdı. Bu proseslərdə Ramiz Mehdiyevin adının hallanmamasını, onun yüksək vəzifə tutması və xəyanətkar fəaliyyətini gizlətmək bacarığı ilə izah etmək olar. Bütün bu məlumatlar Abbas Abbasovun ölkəyə gətirilməsi və qanun qarşısına çıxarılmasını zəruri edir. Son məlumatlara görə Abbasov gizlənir, çünki xəyanətkar olduğunu və qanun qarşısında cavab verəcəyini yaxşı bilir. Bic, fürsətçil, öz maraqlarını güdən və bunun üçün hər şeyini satan insan kimi xarakterizə edilən Abbas Abbasov fəaliyyəti ilə bunu təsdiq edib. Vaxtilə Azərbaycanda baş nazirin müavini olan, işdən azad edildikdən sonra İstiqlal ordeni verilərək hörmətlə yola salınan Abbasovun Moskvaya sığınaraq anti-Azərbaycan fəaliyyətində önəmli yer alması da onun xəyanətkar xislətindən qaynaqlanır. Onun Azərbaycana qarşı xəyanətlərində erməni qohumlarının olması amilinin də rol oynadığı istisna edilməməlidir. Məlumata görə Abbas Abbasovun qaynanası 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göhalik Voskanovna adlı erməni olub. Sonradan adı Gövhər olaraq dəyişdirilib və Gəncədə həyat yoldaşı Mobil Quliyevin yanında dəfn edilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qaynanası məcburən İmamzadədə İslam dinini dırnaqarası qəbul edib, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov isə sevimli qaynanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib. Abbas Abbasov həyat yoldaşı Bella Nobilovnanın da adını dəyişdirərək Bilqeys qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. 10 il ərzində qiyabi olaraq elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir. Ermənilərlə qohumluğu Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddialara görə onun Ermənistan və Rusiyada biznes əlaqələri var. Görünür, Abbas Abbasovun Azərbaycana qarşı düşmənçiliyində ermənilərlə qohumluğu da rol oynayıb. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.